qadınlara Katerina Sforca'nın hekayəsini danışmaq istərdim. Katerina Sforca, Qraf Sforca'nın qızı olubdur, Milan qrafının qızı olubdur. Qeyri-nigahda doğulubdur, bastarda olubdur, amma sonra qraf onu o qədər sevirdi ki, övladlığa, rəsmi övladlığa götürür. Və bütün uşaqlar arasında Katerina öz atasını ən çox sevən və ən çox bənzəyən idi. Çox cəsur idi, qılınc oynadırdı, at oynadırdı. Həmişə atasının başına dolanırdı. Necə olursa 13 yaşında onu evləndirirlər, o vaxtlar bu normal idi. Hansısa bir qonşu gerçeğin oğlu ilə. O da qorxağın biri idi. Belə heç yüksək dəyərli kişi deyildi, çox egolu idi, amma çox da yüksək dəyərli deyildi. Və Katerina məcbur olur ki, bütün idarə etməni öz əlinə götürüb, bütün müharibələrdə özü iştirak edir, bütün siyasi oyunları o idarə edir. Bu ta o vaxta kimi davam edirdi ki, onun əri ölür və Katerina hardasa 40 yaşında bir zabitlə tanış olur. Hansı ki, çox cəsarətli idi, əsil, maskulin kişi idi. Və bu zaman Katerina hər şeydən imtina edir. Deyir ki, mən hökümdarlığını etmək istəmirəm. Mən qırağa çəkiləm, bu kişi bu ilə məşğul olsun. Bu onu öyrədir ki, hətta kişi xasiyyətli olan qadınlar vaxt keçdikcə istəyir ki, onun problemini kimsə başqa bir kişi həll etsin. O yüksək dəyərli, yüksək etibar sahibi olan kişiyə təslim olmaq istəyir, könüllü olaraq. Onun ilk əri bunu çox etmək istəyirdi, alınmamışdı. Çünki nə yüksək dəyərli kişi idi, nə cəsur kişi idi, nə də etibarlı kişi deyildi. Amma bu kişini tapan qadın hər zaman könüllü olaraq təslim olmaq istəyəcəkdir.